Qiyamətin niyə görə vardığını bir qeytərirlər Allaha. Ya nə cür Allaha? Çünki Allah həkimdir, qiyamət olmalı. Çünki Allah adildir, qiyamət olmalıdır. Bir bəhs Allah şinaslığın nəticəsi qiyamətdir. Yəni bir nəfər əvvəl tövhidi dəqiq araşdıra. Tövhid yəni Allah təkdir və əsma-i husnaya malikdir. Allah əsma-i husnalardan biri həkimliğidir. Həkim yəni Allah boş iş görməz. Məqsədsiz iş görməz, hikmətsiz iş görməz. Mənasız iş görməz. Əgər insanın yaranışı dünya qədər olsa, Allahın həkimliği olmaz. Çünki gəlibdir, bilsən insanlar zülm edərlər, bilsən insanlar yiyərlər, obsilər, baxalar, müxtəlif bizatlar Allahın həkimliği sual altına gedər. Çünki Allah həkimdir, bəs dünyaya həsr olmayıb yaranış. Bunu genişləndirmək olar. Yəni Allahın hikmətindən nəticə alınır qiyamətin, başqa aləmin olmağı. Tövhidin hikmət sifətindən qiyamət alınır. Bir ədalət sifətindən. Allah adildir. Ədalət yəni zülmün gərək qarşısını ala, zalimin cəzasını verə, məzlumun haqqını ala verə. Dünyada ki, bu tam baş tutmur. Əgər Allah adildir, pəs dünya qədəri də bir aləm. Ya gərək deyək Allah adil deyil. Əgər Allah ədalətlidir, pəs bir ayrı aləmi var, o ədaləti orada həyata geçirir. Subutlar içi qiyamətə gətiriblər. Birazını dedim, hikmət subutu, ədalət subutu, biraz qeydir Allah şinaslığı. Biraz qeydir insan şinaslığı. İnsan ruhu var, ruh aradan gedən deyil. Ruh əslən ölmür, bədən ölür. Ruh bədəndən ayrılır. Əgər insan şinaslıqda bu nəticəyə yetişər ki, insanın bədənindən əlavə ruhu var, cinə başqa aləmin, dünyadan başqa aləmin məsələsi də biləsinə rahat aydınlaşar. Ona görə bizlər işlədərik, öldü yox, dünyasını dəyişdi. Kim dünyasını dəyişdi? Bədən yox, bədən qaldı qəbristanlıqda. O mən ki, həqiqəti məndir, ruhumdur, o dünyasını dəyişdi.